Keçən həftə açıqlanan Dünya Universitetlərinin reytingində Azərbaycanın 9 ali təhsil müəssisəsinin adı da var. Hər birini ürəkdən təbrik edirəm. 6 universitetimiz isə dünyanın 1000 ən yaxşı universiteti sırasındadır. Bakı Dövlət Universiteti birincidir, təbriklərimi qəbul etsinlər. UNEK haqqında isə xüsusi danışmaq istəyirəm. UNEK-in həm də 95 illik yubileyi münasibəti ilə rektor hörmətli Ədalət Muradovu bütün kollektivi ürəkdən təbrik edirəm. Elə Ədalət müəllimin sözü ilə də davam etmək istəyirəm. Ədalət müəllim deyir ki, Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev məni rektor təyin edərkən qarşıma bir vəzifə qoymuşdu. Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır. Bugün GS beynəlxalq reytinginin nəticələri açıqlanıb. UNEK bu reytingdə dünyanın 801-850-ci ən yaxşı universitetlərə sırasına yüksəlib. Mən cənab prezidentə hesabat verərək bildirmək istəyirəm ki, sizin verdiyiniz tapşırıq şərəflə yerinə yetirilib. Cənab prezident, İqtisad Universiteti dünya səviyyəli universitetdir. Mən də bu münasibətlə Ədalət müəllimi sizi və kollektivinizi bir daha təbrik edir və yeni nailiyyətlər arzulayıram.